Azərbaycanda yüksək sürətli interneti təmin edən geniş zolaqlı fiber optik kabellərin çəkilişinə başlanılıb. 2024-cü ilin sonunadək ölkəmiz tam bu cür kabellərlə təmin olunacaq. Ümumiyyətlə, ölkədə müasir innovasiyaların yaradılması Azərbaycan 2030 milli prioritetlər inkişaf strategiyasının əsas istiqamətlərindəndir. Geniş zolaqlı fiber optik kabellərlə təminatın nəticəsi olaraq istifadəçilər saniyədə 25 megabit sürətlə internetdən istifadə edəcək. Geniş zolaqlı fiber optik kabellər ən müasir GPON texnologiyası əsasında Azərbaycan vətəndaşlarına həm IP televiziyası, həm müasir telefoniya, həm də geniş, sabit, geniş zolaqlı internetdən istifadə etmək imkanları yaradır. Hal-hazırda, yəni bu ötən dövr ərzində Azərbaycanda artıq 400 mindən çox ev təsərrüfatına bu cür fiber optik kabellər çəkilir və onlara internetə, yüksək sürətli internetə çıxış almaq üçün imkan yaradılıb. Ekspertlər hesab edir ki, hazırda internetin sürəti ölkəmizin iqtisadi inkişaf tempinə uyğun deyil. Bunun üçün infrastruktura böyük sərmayə qoyulmalıdır ki, bu istiqamətdə də artıq işə başlanılıb. Eyni zamanda ölkədə 5G şəbəkəsinin tətbiqi üzrə konseptual sənədin hazırlanması da bazardakı tələbatdan və istifadəçi zərurətindən yaranıb. 5G texnologiyası üçün, 5G şəbəkəsi üçün tələb olunan tezliklərin bir qismi hal-hazırda Azərbaycanda bir sıra təşkilatlar və şirkətlər tərəfindən fəal istifadə olunur. Deməli, bizim də məqsədimiz tədricən həmin zolaqları geri alaraq 5G texnologiyası üçün, 5G şəbəkəsinin təmin edilməsi üçün onu təmin etməkdir. Sürətli şəbəkə olan 5G-nin ən böyük əhəmiyyəti onun məlumat mübadiləsini daha qısa müddətdə təmin etməsidir. Ümumiyyətlə, qarşıdakı illərdə tezlik zolaqlarından səmərəli istifadə əsas hədəflərdəndir. İndi bizdə bu dəqiqə ağıllı şəhər, ağıllı kənd layihələri həyata keçirilirsə, bu layihələrin kökündə duran infrastruktur da 5G-dir. Yəni daha böyük sürətli trafik, daha böyük sürətlər əldə etmək lazımdır ki, bu ağıllı şəhər qurulsun. Hazırda ölkədə hər 100 nəfərdən 85-i internet istifadəçisidir. 3G və yuxarı şəbəkənin əlçatanlığı 90%dir. Geniş zolaqlı mobil internet istifadəçilərinin sayı isə 70%-dən çoxdur. Südabə Cahangirli, Bağır Kərimov, Rüstəm Mikayılzadə, ASTV Xəbər.